Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Qarabağ Azərbaycandır verilişinin daimi izləyiciləri, tamaşaçıları. Bu bayram günlərində, bu Novruz günlərində əziz analarımızla, müqəddəs analarımızla bərabər qərara gəldik ki, Sübhanımızın evində, ocağında Novruz xonçalarımızı açaq. Ananı ürəkdən təbrik eləyək. Bax, bu analar hərəsi bir tərəfdən, Azərbaycanın bir tərəfindən gəliblər. Naxçıvandan gələn var, Qəbələdən gələn var, Şamaxıdan gələn var. Allah sizi qorusun, gözəl analar. Gözəl bizim analarımız, müqəddəs bizim analarımız. Bayramınız mübarək olsun hər birinizin. Neçə belə gözəl bayramlara çıxasınız, gözəl analarımız. Mən bütün anaların bayramlarını təbrik eləyirəm. Gözəl, xeyirli bayramlar Allah nəsib eyləsin. Amin. Can sağlığı versin. Mən də Qəbələ rayonundan Qum qəsəbəsinə xüsusi təyinatlı kəşfiyyatçı Sahil Şirinovun anasıyam. Büyümlərim, bizim balalarımız bizi birləşdirdi. Balalarımızı ziyarət eləyirik. Allah ziyarətimizi qəbul eləsin. Amin. Allah məkanların cənnət eləsin. Allah bir daha bizə ağrı, acı bir anıya yaşatmasın. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun. Amin, Çox sağ olun amin, kimi amin, sizlər də amin, bizi kimi amin. analara dəyər verirsiniz. Çox sağ olun, var olun. Allah Siz sağ hamımızdan olun ki, razı olsun. bayramı bizlə bərabər keçirdirsiniz. Siz Çox var sağ olun, olun, siz sağ var olun. olun. Bahar anamız Şamaxıdan gəlib. Bayramı gəlib bizlə keçirtməyə. Mən də hər birinizi salamlayıram. Çox sağ olun. Allah canınızı sağ eləsin. Mən də özü könüllü gedən Abbasov Elvinin anasıyam. Özüm əslən Şamaxlıyam, ancaq Bakıda yaşayıram. Ancaq həqiqətən bu gün Şamaxdan gəlmişəm. Allah gözəl balalarımızın yerini cənnət eləsin. Amin. Bütün şəhid analarının bugünkü gün bayramlarını təbrik edirəm. Düzdür, bayram eləməsələr də yenə də bayramlarını təbrik edirəm. Allah yer üzündə olan millətimizi həmişə qadadan, baladan uzaq eləsin. Dünyamızı emnamanlıq, sülh eləsin. Allah orduda olan o körpə balalarımıza can sağlığı versin. Bir daha heç bir ana şəhid səsi eşitməsin. Hamınızı xoş gəlmişsiniz. Hər rayondan bir ana gəlib. Hamınızı mən də bayramınızı təbrik edirəm. Çox sağ ol. Mənim dəyərli qızım. Allah səni var eləsin. Daim bizim yanımızdasan, birlikdəsən. Sağ ol. Hamımızın Allah sizi qorusun. Mehriban ananın evində Mehriban ana ilə bayramımızı keçirməyə gəlmişik. Sübhan balamızla həm bütün şəhidlərimizin yeri cənnət olsun. Amin, amin. Cəmi şəhidlərimizin məkanı cənnət olsun. Gözəl anam bayramı mübarək olsun. Çox sağ ol, var ol. Mən də hər birinizi salamlayıram. Hər birinizə rayondan gələn analar xoş gəlmisən deyirəm. Mən də Şəhid Hacıyev Elmazın anasıyam. Suraxanı rayonunda yaşayıram. Amma ki, bu günləri biz analar deməyin ki, bayram eləmirik. Biz bayram eləməliyik ki, bizim balalarımızın ruhu şad olsun. Biz bu gün o qərarı verdik özümüzə ki, bu gün Mehriban ananı yad eləyək, onun həyətində, onun stolunun üstündə xonça açaq, bayram eləyək. Bizim Sübhanımızın, bəli, səmənimiz orada olsun, bizim Sübhanımızın, bütün şəhidlərimizin ruhu şad olsun, balalarımızın ruhu şad olsun. Mən həqiqətən Elmazımın balasını kiçik toyun eləyəndən sonra çox rahatam. Elə biləm Elmaz gördü, onu sevindi. Onun üçün də mən bir gün özümə qərar verirəm ki, bütün bayramları da eləyəcəm, toylara da gedəcəm, toylarda da oynayacam. Çünki balam rahatdır. Bir gün balam rahatdır. Hamımızın bayramı mübarək olsun analar. Bir daha xoş gəlmisiniz. Bizim dəyərli Müşfiq qardaşımız, Nuranə xanım, çox sağ olun ki, 5 ildir siz bizim yanımızdasınız, 5 ildir siz bizə dəyər verirsiniz. Tək bizə yox, bütün analara, bütün şəhidlərə. Allah sizləri qorusun, var olasınız. Bir neçə bayramlara çıxaqın analar. Allahdan sizə can sağlığı, şirin can sağlığı arzulayıram bütün analara. Şəhidlərimizin də məkanı cənnət olsun. Həmişə sevincli günlərdə olaq. Çox sağ olun, var olun. Bizə bu bayrağı bəxş eləyən şəhidlərimizdir. Onların anaları əlbəttə ki, bayramı necə lazımsa yüksək səviyyədə keçirməlidir. Anamız mənə danışanda, Sübhanın anası dedi ki, Mehriban ana dedi ki, mən heç vaxtı mən evdə mənim səmərim olmayıb da belə. Dedim, ana, bu ildən sonra sənin qapında hər zaman xonça da olacaq, səmən də olacaq. Biz onu bu il gətirəcəyik, bu il o səmənlər inşallah. Bəli, olmalıdır, elə layiqlidir. Çünki şəhidin qanı hesabına bu yaşıllıqlar düzəlib. Ona görə də anamızın haqqıdır ki, bu bayramı keçirsin. Bizim də borcumuzdur ki, anamızın xidmətində olaq. Yəni ilk öncən gələn anaların hamısını bayramını təbrik edirəm. Allah bu
bayramlar xatirinə, bu oruçluq xatirinə, qılınan namazlar, edilən dualar Allahım hər birinə şəfaətçi olsun. Allah bir daha körpə balalarımıza güllə səsini eşitməyi nəsib etməsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin ki, onlar biz yadları bir-birimizə doğma əziz eləyibdir. Mən də kəşfiyyatçı şəhid Əhmədov İlqarın anasıyam, 2 övlad anasıyam. Hər ikisi övladım dünyasını dəyişib, başqa övladım da yoxdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ olun, var olun. Bir daha bayramımız mübarək olsun. Mən də birinci gələn qonaqları, rayondan gələnləri, buradan gələnləri, hamısını, bütün anaları, o qazi balalarımızı hamısını salamlayıram. Bu ay Ramazan ayı gözəl aydır, bayramlar ayıdır, bayram bayrama qarışıb. Bəli, mən də 1993-cü ildə Ağdamın Şelli kəndində şəhid olan 18 yaşlı Elşad Əliyevin anasıyam. Hansı ki, fevralın 27-sində onun 50 yaşı tamam oldu. Özü Politeknik Universitetində oxuyurdu, buradakı analar orada iştirak elədilər. Bəli, o bir Elşadın yox, bütün 91-94-də şəhid olan evlatların 50 yaşı keçən böyük bir tədbir idi. Sübhan ocağına yığışmışıq, gəlmişik onun işığına. Bəli, onun o xonçası, o səmənisi daim bu bayramlarda həmişə süfrəsində olsun. Bütün şəhid ailələri, qoy hamısı bayram keçirsin. Çünki nə üçün ki, bizim balalarımız ona baxırlar, sevinirlər ki, mənim ailəm sevinir. Bu günləri sevinir, onlar da sevinir. Ona görə mən bütün anaların bayramını təbrik edirəm. Hamısına can sağlığı arzu edirəm. Mən Allah deyirəm, bütün şəhidlərimizi rəhmət eləsin. Məqamları uca olsun. Qoy onların da daim üzləri o yuxarıda, o Allahın dərgahında sevinsin ki, bəli, bizim analarımız da xoşbəxtdirlər. Onların da evlərində süfrə açılır, bayram süfrəsi açılır. Belə bir-birlərini analar tanıyırlar. Allah bütün analara can sağlığı versin. Allah bu bayramımızı həmişə belə düyünlü, bax belə səmənli, xonçalı eləsin. Allah sizə də can sağlığı versin qızım ki, siz bu anaları heç vaxt unutmursunuz. Şəhid analarının yanındasınız. Allah bu qazi balalarımızı da canını sağ eləsin. Onlar bizim balalarımızın davamçılarıdır. Allah var eləsin sizə. Şəhid anası ağlar, sinəsi yara bağlar, siz də ağlayın dağlar, duysun şəhid anası, qara saçları dəndən, ağardı dərd kədərdən, qürrələn vətənərdən, duysun şəhid anası. Hər birinizi salamlayıram. Mən də Naxçıvanda doğulub, böyüyüb, Sumqayıtda yaşayıb, Füzulidə şəhid olan başçızır Niyaməddinin anasıyam. Can. 11 ilin kəşfiyyatçısı. Sübhanla eyni yerdə, eyni qrupda, eyni komandada işləyib, eyni səngərdə şəhid olublar. Allah bütün balalarımızın ruhunu şad eləsin. Amin. Analara şəfa versin, könüllərinə bir rahatlıq gəlsin. Həyat budur. Var olsun yaşayanlar, yaşadanlar, şəhidlərimizi yaşadanlar var olsun. Amin. Sağ ol, Siz gözəl anam. Bayramın Gözəl mübarək. qızım. İnşallah sizi Sumqayıtda da görmək istəyirəm. Naxçıvanda da görmək istəmirsən. Naxçıvanda da görmək istəyirəm. Nə vaxt istəsən candan Gedəcəyik, başından. Allah qoysa. Naxçıvana da İnşallah. gedəcəyik. Nə vaxt olsa mən də varam. Hə, mütləq. Buradan Naxçıvan özünə anaları orada. bizi gözləyirlər. İnşallah. Allah var eləsin. Allah yaxşı yerlərdə, yaxşı işlərdə həmişə səssiz gəlsin. Sağ ol, sağ ol. Bu gözəl şəhidlik anam. elə bir zirvədir ki, onu yaşayan bilər. Amma bunun əziyyətini yaşadan, bunu yaradan da yaxşı bilər ki, bəs biz bu oğullar hansı yolu nə çətinliklə, nə hünərlə keçiblər. Eşq olsun şəhidlərimizə, eşq olsun Füzulidən, Xan kəndindən Şuşaya yol açan oğullara. Eşq olsun. Yaşayanlara Allah can sağlığı versin. Şəhidlərin ruhu şad olsun ki, bəlkə onların hesabına biz də bəz rahat olaq. Sübhanım sağ ol. Sən o niyaməddini görən gözlərə qurban olum. Can, Eyni gündə, eyni saatda bir-birini görüblər. can. Nə deyim? Allah var Bir eləsin. yerdə Allah var vətən eləsin. uğrunda Bəli. canlarından keçiblər. Son Çox, sözlərini çox bir-birinə əziyyətlər. deyiblər. Son Bəli, nəfəslərində hə. bir-birinin gözünə baxıblar. Sübhanı şəhidlərdə o da gəlib ziyarət edirəm. Hər dəfə deyirəm ki, Sübhan, sənin o axırıncı dəfə niyaməddini görən gözlərə qurban olum.
Məkanı cənnət olsun. Amin. İki oğullarımız. Bax, bizim burada məktəblilərimiz var, əziz tamaşaçılarımız. Bax, bu məktəblilərimiz üçün, bu balalarımız üçün, Qarabağımızda yenidən, bax, bu üç rəngli bayrağımızın dalğalanması üçün canından keçən oğullarımızın hər birinin məkanı cənnət olsun. Dünya durduqca biz onlara borcluyuq. Heç vaxt da o borcdan çıxa bilmərik. Azərbaycan nə qədər ki var, bayrağımız nə qədər ki var, bizim bu şəhidlərimizin adı yaşayacaq. Bizdə ana. Hə, mən də bir söz deyim. Mənim həmişə arzumdur ki, bizim balalarımızın qanı canı bahasında yüksələn bayraq heç vaxt dinməsin. Amin. Dövlətimiz, millətimiz, bayrağımız həmişə ucada olsun. Allah dövlətimizi, millətimizi qoruyanları qorusun. Sağ olalım. Gözəl dualar üçün sağ olalım. Anam buyur. Gözəl anam mənim. Əlində xonçası olan anam. Allah sizi həmişə bax belə bayramlarda bir yerə toplasın. Nurana xanım, Bayramlarda görüşək. sizə çox sağ ol deyirəm. Siz ki belə şəhid analarına dəyər verirsiniz. Mən sizə çox sağ ol deyirəm ancaq. El bilir ki sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Eşq olsun Eşq olsun. Azərbaycanımıza. Bir əlində Qarabağ Azərbaycandır. Dəyərli televiziya tamaşaçıları, bu bayram günlərində sizin də görüşünüzə gəldiyimizə görə çox sevinirik. Bilirəm ki, biz hardayıqsa, hansı müqəddəs şəhidimizin ziyarətgahındayıqsa, siz də bizimlə bərabər o evlərə gedirsiniz, o ziyarətgahlara gedirsiniz. Bugün də bu müqəddəs analarla bərabər, bu gözəl Azərbaycan anaları ilə bərabər bir şəhidimizin ziyarətgahına gəlmişik, Sübhanımızın evinə gəlmişik. Bayramımızı bu evdə keçirtməyi qərarlaşdırdıq. Allah bütün Azərbaycanımıza əmin-amanlıq, sülh bəxş etsin, ruzi bərəkət bəxş etsin. Anaların bir arzusu var ki, bir də Azərbaycan müharibə görməsin, bir də şəhidimiz olmasın. Oğullarımız yalnız bu müqəddəs qəhrəman oğullarımızın qurduğu, yaratdığı, qanı ilə, canı ilə işğaldan azad etdiyi torpaqlarda gedib hərbi xidməti keçib analarının yanına dönsünlər. İnşallah Allah ordumuzu qorusun. Ordumuza bir duaylana, ordumuza Azərbaycanın Anam, müqəddəs ordumuza. hər gün dua səhər ayılanda, hər gün duamız ordumuzadır. Allah bizim o əskər balalarımızı, zabitlərimizi, hərbiçilərimizi qorusun. Onları hər cür xətadan, bəladan, qəfil ölümdən hifz eyləsin. Allah onların evlərində həmişə sevinç göz yaşatsın. Sağ-salamat gedib, sağ-salamat gəlsinlər. Hərbi xidmət çəkənlərin evlərində həmişə qoy nigarançılıq olmasın. Qoy sevinc olsun ki, mənim yoldaşım, oğlum orada İş başındadır. Mən burada arxayın yatıram. Bəli, biz bu evimizdə rahat uyuyuruqsa da, biz o əskər balalarımızın, hərbiçilərimizin sayəsindəyik. Ona görə Allah bir daha bizim Azərbaycanımızın üstünü qara buludlar görür. Həmişə bax belə mavi səmamız olsun, aydın səmamız olsun. Qoy Allah bizi həmişə o balalarla sevindirsin. Bəli, biz əskər balalarımızın daim yanında oluruq. Hərbi hissələrə gedirik. Bu analar biz həmişə onlarlanıq. Çünki nə üçün ki? Onlar bizim canlarımızdır. Onlar bizim balalarımızdır. Orada seçilmir. Bu kimin balasıdır? Hamısı bizimdir. Ona görə Allah əskərlərimizi qorusun, vətənimizi qorusun, prezidentimizi qorusun ki, belə bizim müzəffər ordumuz var. Bu bayramı da onların hamısının bayramını ürəkdən biz analar təbrik edirik. Ali Baş Komandamızı Allah qorusun. Mehriban xanımı Allah qorusun. Hər zaman biz prezidentimizin arxasındayıq. Prezidentimiz öndədir. Allah prezidentimizi qorusun. Allah hərbimizi qorusun. Allah analarımızı qorusun. Balalarımızın da məkanı cənnət olsun. Bu gün qürur duyuruq. Çox sağ olun, var olun. Və Müşfiq müəllim, biz hər dəfə bu şəhid bulaqlarını, bu ziyarətgahları edəndə mütləq şəkildə o Ehsan bulağından su içirik. Hər birinizə arzu edirəm. Bu Ehsan bulağından siz də su içəsiniz. Çünki bax bu şəhidlərin adına ucalan bulaqlar elə zəmzəm suyudur. Məkkədəki o müqəddəs suyumuzdur. Allah hamıya qismət eləsin. Burada gözəl güllər əkib bizim anamız. Gülləri gözəldir. Güllərini bir sulayarıq.
Çox sağ ol Nuranə qızım. Allah səni var eləsin. Canın sağ olsun. Həqiqətən sən qeyrətli bir qızımızsan. Sən var olasan. Şamaxıya da mənim də balağımın açılışına deyə gəlmisən. Orada iştirak eləmisən. Allah səni var eləsin. Sənin də bayramın mübarək olsun. Sağ ol ürəyim mənim. Çox sağ olun. Analar, ana bizi gözləyir evdə. Mehriban ana gözləyir. Ona görə hamımız bu bulağın suyundan içək. Duman kimi bu dağları verir, göklerdeki bulut gibi yürür. Sultan, çoxdan həsrətli çəkirdim. Gəldim, gördüm. Ruhun şad olsun. Amin. Amin. İki qardaş neçə bir yerdə əziyyət çəkmisiniz. Son ana qədər. Son nəfəslərinə qədər şəkilləri var göstərəcəm eyni səngərdə. Niyaməddin Hə. və Süphan. Hər ikisi eyni səngərdə döyüşüblər, eyni yerdə xidmət göstəriblər, əziz tamaşaçılarımız, qəhrəman oğullarımız. Bax bu qəhrəman oğullarımızın analarını birləşdirən onların vətən sevgisidir. Məkanı cənnət. Məkanı cənnət olsun. Heç yenə də şəhid olsalar derim ki, var olasınız. Balalarımız. Yaşayırlar onlar. Yaşayın, yaşadın. Yaşayırlar onlar. Sizin hesabınıza biz də yaşayaq. Bəli, bəli. Burada bizim Süphanımızın qonşusu da var. Can. Süphan bu məhəllənin fəxridir. Süphanla biz fəxr edirik. Mənim oğlumla bir sinifdə oxuyublar. Qəhrəman, həmişə qonşuların hamısının hər işinə əl tutub. Kimin əlində ağır sumka olurdusa, Süphan gəlib onu tez alırdı. Süphan şəhid olubsa, qəhrəmanlıqla, mərdliklə şəhid olub. Bütün aləm, bütün Azərbaycan Süphanla fəxr eləyir. Biz qonşular da hamımız Süphanla fəxr eləyirik. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun. Süphanım da ki, gözümüzün nuru, gözümüzün işığı, məhəlləmizin canı ciyadı, ürəyi idi. Allah ona da rəhmət eləsin. Sağ ol, sağ ol, sağ ol. Mən də bir döyüşçü olaraq, şəhidlərin canlı şahidi olaraq, şəhid anaların qarşısında baş əyirəm. Allah Taala bizim şəhid qardaşlarımızın məqamını uzaq eləsin. Amin. Şəhid analarına bir daha pis gün göstərməsin. Amin. Həmişə balalarının, nəvələrinin xoş günündə bax belə yaxşı günlərdə toplaşsınlar. Hər birisinin qarşısında baş əyirəm, bayramlarını təbrik edirəm. Çox sağ olun. Öz nəslin bayramı təbrik edirik. Yaralı olmağına baxmayaraq neçə yaram var hal-hazırda? 6 güllə dəymişdim, 3 qəlpə. Bu saat 3 güllə var, 2 qəlpə. Orqanımda çıxartmaq mümkün deyil. Ağzabəddən gəlib. 3 deməli gülləni Bəli. saxlayırsınız bədəninizdə. Bəli. Neçə ildir? 5 ildə 5 ildir. 2020-də. 5 ildir. Ağzabəddən gəlib. Allah sizi qorusun. Siz düz deyirlər ki, şəhidlərin elə şahid qardaşlarısınız. Yaşayan şəhidlərsiniz. Siz həm də bizim o şanlı tariximizin şahidlərisiniz. Biz o Qarabağı, əziz tamaşaçılarımız, bəzən deyirlər ki, 44 günə qısa bir müddətdə biz Qarabağı işğaldan azad etdik. O 44 günün 44-ü də əziyyətli, məşəqqətli oldu. Asanlıqla olmadı. Canı bahasına oldu oğullarımızın. O 44 gün bizə 44 il kimi gəldi. Oğullarımız canlarını qoydular. Bugün o Qarabağ torpaqlarında biz gedirik, toy düyün edirik, sevinirik, oynayırıq, şənlənirik. Hər qarışında oğullarımızın qanının izi var. Ona görə müqəddəsdir ora. Allah sizləri də qorusun. Qarabağ uğrunda döyüşən oğullar. Bizim müzəffər ordumuzun belə deyim də zabitləri, əskərləri hamınız var olun. Allah Bayramınız müəllimə mübarək. ömür versin ki, hər bir vaxt, hər bir zaman şəhidləri, qazilərin həmişə yanında olun, həmişə. Belə də Allah olacaq. sizə ömür versin. Belə də bax, belə də var. Sən Belə də Anaların dili deyən ki, analar həqiqətən sənə baxırlar. Yəni oğlanların simasında görsən yaralı olmağına baxmayaraq, bax görsən Yəni gəlir. çətinliklə dayanır ayaq üstə, amma dayanır. Bəli, Elə dayanır. Azərbaycan ordusunun bax bir əskərinin duruşu budur. Allah sizi qorusun. Eşitdiniz Süphanı haqqında məlumatı var. Çünki Süphan Orxan Əkbərov Biləsuvardan şəhidimizin komutanı Orxan Əkbərov olub. Eşitdi Ağcabəddən birbaşa bizdən də tez gəlib çatdırıb ki, burada iştirak eləsin. Bax çəkiliş qrupundan tez gəlir. Bəli, bizdən tez gəlir. Müşfiq müəllim, biz hər zaman şəhidlərimizin belə deyim, istər bulaqlarının yanı olsun, istər həyətləri olsun, bayrağımızı bilirsiniz ki, küləkdir, günəşdir, qardır, yağışdır, qar da bolluca yağmışdı. Bayraqlarımızın hansının rəngində bir balaca dəyişiklik olursa, biz mütləq o bayraqlarımızı dəyişirik ki, hər zaman o rəngləri yerində olan gözəl al bayrağımız
Şəhidlərimizin istər bulağı olsun, istər də evlərin üstündə olsun, bayraqlar hər zaman təzə olsun. İndi biz hal-hazırda Sübhanımızın evinin üstündəki bax bu bayrağımızı, müqəddəs bayrağımızı dəyişirik. Hər dəfə də əziz tamaşaçılarımız bu bayrağımızı dəyişdikdən sonra o bayrağı səliqə ilə büküb anaya təhvil veririk. Müqəddəs şəhidlərimizin məkanı cənnət olsun. Bayrağımızı da taxdıq. Var ol əziz qardaşım, var ol, əlin qolun var olsun. Bax bu igidimiz Azərbaycanın bir neçə rayonunda mən sayını itirmişəm. Bəli. Kürdəmirdən gəlib Vətən müharibəsinin iştirakçısıdır və Azərbaycanın müxtəlif rayonlarına biz gedəndə mütləq bizlə bərabər şəhidlərin evini ziyarət edir. Allah səni qorusun. Allah səni qorusun. Eşq olsun Azərbaycan gənclərinə! Azərbaycandır! Azərbaycandır! Mehriban anamız bizi gözləyir. Bəli. Bilir gəlmişik. Biz analarımızla bərabər Qəbələdən də bir çox insanlar gəlir. Təranə xanım da buradadır. O bir çox şəhid ailələrinin həmişə hər zaman yanındadır. Aramızla bərabər, analarımızla bərabər. Qapımızı döyürük, qazıq. Fəxr olunası oğuldu. Bax biz burada dayanmışıq əziz tamaşaçılarımız. Biz burada elə bil ki, bütün Azərbaycan bizim ətrafımızdadır. Bax bu muzeylər ki var, şəhidlərimizin bax bu adına açdığınız muzeylər ki var. Bütövlükdə Azərbaycandır. Qapıdan içəri girirsən elə bilirsən Azərbaycana. Bura, bax bu kiçik bir otaq sanki bir Azərbaycandır. Ev Nicat olub. Bəli. Nicat Nicat da Azərbaycandır. Azərbaycandır. Çünki Bayrağımızdır. hətta müharibədə əynində olan geyimdə belə Bu onun əynindən çıxan geyimdir. o müharibə vaxtı əynində olan geyimidir. Baxaq o. Vurulduğu anda o başqa bir geyim olub əynində. Amma bu döyüşlərdə? bəli, döyüş vaxtı əynində olan geyimlərdir. Baxaq Hətta olar, bəli, baxaq niyə olar. olmur? Mən istəyirəm. Hətta orada onun çiynində mərmilərin izi var. Bax o çiynində mərmilərin izi var. Mən hər şeyi olduğu kimi saxlamışam. Çünki o bir tarixdir də, yəni. Bax burada bax bu çiyində mərmi daşındığına görə biraz bu çiyin burdan fərqlidir. Bax hiss edirsiniz? Bəli, bəli, bəli. Bax bu üst baş geyim Üstündən də hərbi iyi gəlir, baxın. yanığı iyi gəlir. Yanıq iyi, elə Üstündən, kül bəli, iyisi. Bəli. Hətta siz buna Top baxın. tüfəng iyisi gəlir. Aha, burada nə var? Bunun hətta bir cibindən belə yenə bayraq çıxıb. Ay aman. Baxın əziz tamaşaçılarımız, cibində də bayraq olub. Üzərində geyindiyi bax Nicatımızın geyindiyi formasıdır. Hələ bir boynuna baxın. Bu görünür ki, o bəlkə də bir aydan artıq onun üstündə O olub. Şuşa vaxtına qədər onun əynində olub. Son günə qədər o Son əynində günə olub. qədər əynində. Son 2 gündə səhv eləmirəmsə o geyimi dəyişib. Vurulanda da həmin geyimdə vurulub. Necə? Bu formanı. 9 gün bunu giyirib, axırıncı gündə bu olur əynində. Həmən bununla da aparıblar Meksikada bu paltarlarla. 39 gün Yox, bu geyimi geyinib. Özü qıratanı. Bunu baxın əziz tamaşaçılarımız. Bax bu günlərində bütün bunu o dəyişib. müharibə dövründə bax bu geyimi geyinib 39 gün əynində olub. Qəhrəman şəhidimizin, Şuşa fatihimizin, Şuşanı, Qarabağı işğaldan azad edən və müharibəni son gününə, son anına qədər, qələbəyə 2 saat qalmışa qədər yaşayan oğul və o qələbəni bizə yaşadan oğul. Bu oğullar, bax bu, belə deyirəm, mən həmişə deyirəm ki, müharibəni biz bəzən deyirik ki, 44 gün az bir müddətdir, amma o 44 gün sanki bir 44 il qədər bizim üçün gəldi. Bu oğullar bax belə əziyyətlə Bu o. bayraqda 44 gün maşınında olur. Bu bayraq. Bəli, qıratın üstündə. O özü bir tarixdə o yuyulmayıb. Bayraq. O bayraq 44 gün bu maşında. Üstündə hətta Həmən maşında, onun üstündə olur. Onu vurub hamısını maşoka ki, bunu verərsə anama, atama. O başının sürücüsü olur. Yox, qırat atıcıdır. Qıratın atıcısı olub və həmən qırat maşınında olub bu bayraq. Bəli, bəli. Bu qırat durur özü. Durur, mən getmişim. Yox, getmişim. Qırat vurulmayıb ki. O atanda birinci mərmi tutub onu. O
Bu atıb maşından Biraz özü. salamatdır. buyurun, Maşın hava- sağ, bir şəhsiz idi. Onun şah damarından değmişdi. Qəlbə. Ha qəlbə. O birinin də qıçından değmiş uşağında, yanındakının bir də bizim rayondan olur. Bunlar aparıblar sonra bilmiyorum, uşağı da bilmem ne var ne yok. Uşağın başı əsəblərindən nə olmuş. Qazi olub da o uşaq. Bilmem de qadir, başı bize görünmür o Amma uşaq. o oradakı bayraq o vurulanda onun qolunda olub. Bax bu bayraqda bunun öz qanı var, bax. Nicatın, mən hara getsəm bu bayrağı özümlə götürürəm. Siz nəyə görə? Çünki mən həmişə oğlumla gəzmişəm, hər yerə getmişəm. Bu yanımda olanda elə bilirəm ki, o yanımdadır. Nicat yanınızdadır. Bəli, Baxın. çünki bu bayraq yanımda olanda elə bilirəm ki, o özü məndəndir. Ona görə də hara getsəm o mənim özümdən olur. Nicatın son Bəli. ana qədər üstündə olan Hətta bayraq. mən sizə belə bir şey göstərim. Bayraq Bax, çıxdı, bu onun Neçə dənə bayraq? 9 dənə yaxına bayraq. O Bütün böyüklərlə bir əşyaların içində Allah'ın bayraq. bir atsın deyirəm. Olsun o qoyarsınız. olsun, olsun qardaş. Hələ burada Qrajdanski bayraqlandı. Qrajdanski əskər gəlməmiş. Bax. Nə qədər bayraq Ancaq sevdalıymış. bayraq idi bu. Allah'a. İnanırsınız. Nə bilim, bizdə dəhşət. Nə bilim, çarəsi olsa o bayraqla yatardı. Elə bir Bu insan. dərəcədə sevgisi olmuş. Hədsiz çox Və sevirdi. əziz qardaşım, bax bu bayrağın üzərində biz Düz 44 gün bayrağıdır. Maşında olan bayraqdır. O da maşının bakında olan bayraqdır. O da 44 gün bayrağıdır. Bunlar hamısını biz üçün bir maşaka yığılmışdı. bu bayraq. Həmən o Məhəmmədə demiş, aparım anama verəsin. Öz çantasına yığıb hamısını. Qatlayıb hər birini yığıb, o bayaq sizə danışdığım o sürücüsü vardı. Bu bakışda Deyir ki, hamısını dedi, yığıb qoymuşdu, qatlayıb qoymuşdu dedi sumkaya. Tək-təkdir mənim əlimə qoydu ki, bunu atama verəcəksən öz əllərinlə, bunu anama verəcəksən öz əllərinləndir. Adətən belə bayraqlar Mən də maşınlarda donub var. qalmışdım. Deyir, bunu nəyə görə çox sevirdi? Saçaqları deyir, oynurdu, o paka maşın bağlamışdı. gedəndə də külək. Məhəmməd deyir ki, paka bağlamış, sevinirdi ki, bayraq da maşında hər yerində. Və bu oğullar bir də hər Azərbaycanın işğalda olan torpaqlarını azad etdikcə addım-addım ki irəliləyirdilər. Bir-bir baxın, görün hansı torpaqlarımızın işğaldan azad olunmasında Nicatın adı keçir. Cəbrayıl var orada, Füzuli var, Zəngilan var, Ağdam var, Laçın var, Şuşa var və hər dəfə o torpaqlardan keçəndə sanki bu bayrağımızla bu bir belə deyim də bayrağımızı bax bu torpağımıza da sancdıq. Düşmənin bayrağını bu torpaqlardan, düşmənin ayağını bu torpaqlardan üzdük, silindi. Şuşanın bayrağını Gəzdirdik onu Şuşada getdik. hər yeri getdik, onun o bayrağının, onun gəzdiyi yerləri qarış-qarış gəzdik. Çünki o mənə bir söz demişdi, müharibə vaxtı dedi ki, bilirsən dedi, müharibə burada müharibə qutarsın dedi. Sonra səni özüm tək-tək harda olmuşam, hər birinə gətirəcəm. Gəzdirəcəm. Sonra o şəhid oldu. Hə, o şəhid olandan sonra çox dəvət edirdilər. Şəhid anaları dəvət olunurdu, gedirdilər. Məsələn, məni də dəvət edirdilər. Mən həmişə deyirdim ki, mənim oğlum orada şəhid olub. Mən ora gedə biləcəm, bilməyəcəm. Sağ olsunlar. Getdiniz. Həqiqətən də bizi tək-tək qarış-qarış haralarda olublarsa hər birində 20 dəfə gəzdirdilər. yıxıldıq o yollara gedənəcə. 20 O dəfə. vurulduğu yerə gedəndə həqiqətən də nə qədər yıxılıb qalxdığımızı bilmədik. O qədər orada Hansı mərmilər ərazidir? Şu idi. Topxana meşəsi Aha. qayanın o aşağı tərəfindədir. Daşaltı Qayanın tərəf. altı, bəli. Daşaltı tərəf. Bəli. Şuşa Fatihimiz, Nicatımız. Bax bu bayrağı da özü ilə son günə qədər, son ana qədər, şəhadətə ucalana qədər bayrağı sinəsində gəzdirən bizim oğlumuz. Buradakı bayrağı da operatorumuzdan xahiş edək. Bax bu bayrağın üstündəki bax bu görürsünüzmü? Nicatdan qalan belə deyim izlərdir. Təkcə bu Nicatdan qalan izlər deyil. Bunlar Qarabağı işğaldan azad edən oğullarımızın hər birinin izidir. Bu bizə 44 günlük Vətən müharibəsinin nişanələridir. Mübarək nişanələridir. Deməli o şəhid olandan sonra uşaqlar görüblər ki, axı o bayrağı Şuşa üçün götürmüşdü də, o şəhid oldu. Həmin bayrağı onu özünə büküb göndərmişdilər. Ona görə də Bu bayrağı. ya ona görə də biz fikirləşdik ki, ola bilər ki, indi hər şəhidin tabutunun üstünə qoyulur da bayraq. Biz fikirləşdik bəlkə uşaqlar səhv eləyərlər.
Biz məsciddən gələn uşaqlardan soruşduq ki, bəs belə bir şey var da, biz bilmək istəyirik dəqiq o bayraqdır, yoxsa yox. Onlar bizə başa saldılar ki, bizim bayraqların hər birində yəni nişanəsi var da. Hə, onlar baxdılar, bizə başa saldılar ki, yox, bu bizdə belə bayraq olmur. Öz bayrağıdır, bəli. O Şuşa üçün götürdüyü bayraqdır, tabutuna da həmin o bayraq sarılıb. Vətən oğlu. Bayraq uğruna, Azərbaycan uğruna canından keçən oğullarımız, Şuşa Fatihimiz Nicat İlqaroğlu Xələfov. 2001-ci ildə doğulan və 2020-ci ildə noyabrın 8-də qələbə günü şəhid olan bizim mübarək şəhidimiz. Mən sizə çox böyük təşəkkür etmək istəyirəm. Bugün Nicat haqqında bilmədiklərimizi bizə danışdınız. Və Nicatın bir qəhrəman olduğunu biz də tamaşaçılarımıza, xüsusilə gənclərimizə öyrətməliyik ki, bax, o bugün gedib gəzdiyimiz, hər bir cığırında fərəhlə, qürurla gəzdiyimiz Şuşamız ki var, o deyir, təkcə Azərbaycanın yox, dünyanın üzük qaşıdır Şuşa. Möcüzəvi bir yerdir Şuşa. Və mən də əslən Şuşalıyam. Və o Şuşanı işğaldan azad edən, Azərbaycanın o üzük qaşını işğaldan azad edən bir oğlanın döyüş yolu ilə bizi tanış etdiniz. Nə qədər vətənini sevən, bayrağını sevən, ölkəsini, Azərbaycanını sevən bir oğul olduğunu bir daha gördük və əziz tamaşaçılarımız, mən sizin hər birinizi dəvət edirəm. Şəhidlərimizlə daha yaxından tanış olmaq üçün təkcə onların haqqında yazılan kitabları oxumaq kifayət etmir. Onları daha yaxından tanımaq üçün onların anasının, atasının, bax burada bir cavan oğlan var, onun məhəllə uşağı deyək də, Rafik müəllim. Məhəllə uşaqlıq dostu, bir məhəllədə böyüyüblər. Övladlarınızla bərabər şəhidlərin evinə gəlin. Məktəbli övladlarınız var, xüsusilə oğlan uşaqları, 14, 15, 16 yaşında oğlan uşaqları ilə bərabər, düzdür, müəllimlərimiz gətirirlər şəhidlərin evlərinə. Amma siz də valideyn olaraq övladınızı bir bayramda, bir önəmli gündə, bir tədbir günündə, bir rəsmi bayramda, bir milli bayramda gəl oğlum, gəl bir şəhidin evinə gedək. Gör ki, qəhrəman necə olur. Gör ki, qeyrətli kişi necə olur. Bax, bunu öyrədək. Siz 1-ci Qarabağ müharibəsində iştirak etmişsiniz. Allah sizləri qorusun. Siz də bizim başımızın tacısınız. Siz canınızla, qanınızla döyüşmüşsünüz. O çətin illərində Azərbaycanın. Valla, sözün düzü belə bir zamanda danışmaq biraz insan çətin olur. Nicat şəhid olanda mən özüm başqa bir şəhidin dəfn mərasiminə gedirdim. Mən yolda eşitdim ki, Nicat şəhid olub. Mən inanın ora necə gedib, necə gəlmişəm, bir o Allah bilir. Gözünüzün qabağında böyüyən... Bəli, gözümüzün qabağında böyüyən uşaq çox qanacaqlı, mərifətli. Atasıyla anasına layiq bir uşaq idi. Çox mərifətli uşaq idi. Elə bir ki, o uşaq, necə deyim, ürəyinə danmışdı ki, belə bir hadisələr olacaq. Böyüyün, kiçiyin yerin bilən uşaq idi. Allah ona qəni-qəni rəhmət eləsin. Bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. 1-ci Qarabağ döyüşlərində iştirak edib qardaşımız. Sizin bu qələbədə, deyək ki, bax o qələbə günü, Şuşanın işğaldan azad olunan günü, mübarək şəhidimizin də şəhadətini eşitmişsiniz. Həmən gün sizin üçün, bilmirəm də, duyğular necə olub da, həm sizin o yarıda qalan işiniz tamamlanıb, Azərbaycanın qələbəsi. O qələbəni siz çalmaq istəyirdiniz vaxtında, amma sizin oğullarınız o qələbəni çaldı. Həm də, belə deyim də, oğullarımızın canı bahasına oldu bu. Əlbəttə ki. Yəni onu bilirəm ki, heç bir sözlə ifadə eləmək mümkün deyil. Xeyr, xeyr. Və o duyğunu biz Azərbaycanlılar hər birimiz yaşadıq. Həmən günü. Hə, sizin indi hər oğlunuz da əsgərdir. Bəli, mənim öz hal-hazırda kiçik oğlum da əsgərdir. Sağ-salamat qayıtsın. Çox sağ olun. Bütün cəmi əsgərləri Allah qorusun. Hərbiçilərimiz Allah qorusun. O gün olsun, bütün əsgərlərimiz sağ-salamat öz evlərinə, ata-anaların yanına gəlsin. Adı nədir oğlunuzun? Abbasov Əli. Əli Abbasov hal-hazırda Nicat Xələfovun işğaldan azad etdiyi o bütövləşən Azərbaycanın sərhədlərini qoruyan bir
əskərdir. Əskərimizə salamlarımızı göndəririk. Bizim salamlarımızı çatdırarsınız ona. Yəqin ki, o hərbi hissədə televizora baxırlar. Bilirəm ki, mütləq hərbi hissələrdə televizor açılırsa, Space televiziyasında yayımlanan bu Qarabağ Azərbaycandır layihəsini mütləq əskərlərimiz izləyirlər. Salamlarımızı yetiririk Əli Abbasova xüsusi olaraq. Sağ-salamat qayıt və hərbi hissənizdə olan bütün əskərlərə də, bütün zabitlərə də salamlarımızı yetiririk. Allah sizi qorusun. Təşəkkür edirəm sizə. Gözəl anam mənim, gözəl atam. Mən bir daha sizə təşəkkür edirəm. Həm təşəkkür edirəm, belə bir oğul böyütmüsüz. Buna görə sizə sonsuz təşəkkür edirəm. Təkcə mən yox, bizi izləyən bu dəqiqə bütün Azərbaycan tamaşaçıları sizin qarşınızda baş əyir. Sizə təşəkkürünü bildirir. Amma mən ona görə sizə təşəkkür edirəm ki, bugün bizi evinizə dəvət etdiniz. Nicat haqqında bilmədiklərimizi danışdınız. Bizimlə bölüşdünüz, o səmimi hisslərinizi bizimlə bölüşdünüz. Bax, buna görə təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Siz də xoş gəlmisiniz. Gəlmək istəyən hər kəsin də başımız gözümüzdə yeri var. Ürəyi istəyən vaxt, istəyən hər kəs evimizdə qonaq ola bilər. Yəni bu ev təkcə bizim evimiz deyil. Nicat əvvəl tək bizim oğlumuz idi, indi hər kəsin oğludur. Nicatın evi də əvvəl tək bizim evimiz idi, indi hər kəsin evidir. Bilirsiniz, biz şadıq hər kəsə. Bəli. Bayramından hər il bəli. sizə dəvət edirik. Mən hər il iftar süfrəsi açıram. Şəhidlərimizə görə də Bəli, gözəl. sizi dəvət edirəm. Gələ bilərsiniz. Məmnuniyyətlə, məmnuniyyətlə. Dəvət edin biz gələrik. Yox, mən hələ indi eləyirəm. Ayın 28-i, 29-u bayram gecəsidir. 28-i eləyirəm iftar süfrəsini, ki, cəmaatı yığım. Həm də Quran tapşırıram hər il. Qonşularım da bilir. Siz ora dəvət edirsiniz. Allah razı olsun sizdən. O mübarək süfrənizdə gəlib əyləşmək, bir stəkan çayınıza qonaq olmaq bizim üçün şərəfdir. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram.